Yeni Talim Test Bankından inteqrasiya mövzusunun 4-cü test tapşırığına baxırıq. Bu test tapşırığı coğrafiya fənni ilə əlaqəli inteqrasiyanın tapılmasıdır. 4-cü test tapşırığında deyilir ki, təsəvvür edin, sizin yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsuldarlıq azalır. Ərazinin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq bu şəraitə uyğun olan bitki növlərini seçin və yerli əhali üçün uyğun kənd təsərrüfatı üsulları təklif edin. Təklif etdiyiniz üsulların torpağın münbitliyinə, su ehtiyatlarına və ekosistemə təsirlərini də izah edin. Tapşırığı təqdimat formasında hazırlayın. Biz situasiyanı oxuyanda təsəvvür edin sözünü görürük. Yəni, təsəvvürümüzdə canlandıracağıq. Təsəvvürümüzdə canlandırdığımız, real həyatda tətbiq etmədiyimiz situasiya olarsa, Artinin nümunələrinə əsasən demişik ki, bu fənüstü ola bilməz. Deməli, fənüstü harada varsa həmin variantı çıxırıq. Və burada coğrafiya fənnindən söhbət gedir. Eyni zamanda bitki növlərindən də söhbət gedir burada. Yəni, coğrafiya ilə biologiya fənnini əlaqələndiririk. Burada fənlər arası əlaqəmiz, yəni inteqrasiyamız var. Və eyni zamanda eyni fənnin daxilindən, coğrafiya fənninin daxilindən söhbət getdiyi üçün və burada müxtəlif məzmun xəttləri əlaqələndiyi üçün biz fəndaxili də götürə bilərik. Cavabımız olacaq C variantı.